son 20 il ərzində Azərbaycanda yaşayanların, yoxsulluq şəraitində yaşayanların faizi 50%-dən 5%-ə düşmüşdür. Prezidentə nifrət edirəm. Allah hamd olsun, mən şəxsən nifrət edirəm. Elə prezident olunca olmamağı yaxşıdır. Cəmaatın balalarını bədbəxt edirlər. Bir kimsə ayağa qalxandan bədbəxt edirlər, vururlar, şikayət edirlər. Bundan nə qədər yığasan ki, biri 100 qram gəlmir. Nə qədər yığasan ki, bir 5 manat pul olsun. Bu arabaya da bu şey getmir. Yəni, yoxdur, olsun. Bunun kilosu bu dəftər kitabı, tullantı şeylər. 6 qəpik, 5 qəpik. Gör, nə qədər yığasan ki, bundan bir 5 manat pul qazanasan. Üstündən iyi gələndə özünə nifrət edəcəksən, bu nədir? Cəmaat tökür ora, amma kimsə gətirir tökür ora, sən onu götürürsən. Yolla gəlib kimsə yanından keçəndə eləyir. Amma xəbəri yoxdur, əziyyət çəkib gəlsin. Eləyir, nə pis iyi gəlir bundan. İyi gələr də, zibil eşirəm.